sevgili olsun, növbətli Bəstəfəm Azərbaycan dəyərli dinləyiciləri, xoş gördük sizləri. Akşama doğru veçində bugün iyun ayının 8-ci yaşıyor hörmətli dinləyicilərimiz. Saatlarımız 18:02 göstərir və mikrofon arxasında mənəm sizin aparıcınız Aqil. Və bizi dinləmək üçün mobil telefonlardan, planşetlərdən Bəstəfəm.az yazaraq bizi dinləyə bilərsiniz. Azerspace Page-indən də bizi dinləyə bilərsiniz dəyərli dinləyicilər. Hətta Play Marketlərdən də dinləyə bilərsiniz. Bugün bizim qonağımız, dəyərli dostumuz, yaxın gənc müğənni Elnar Xəlilov. Elnar, hoş gəlmişsən. Hoş geldiniz. Özünüzə istəyirsiniz, özünüz stüdyomuzda. Hələ ki, hava soyuqdur biraz. Hələ ki, hava soyuqdur. Elnar, necə oldu bu sənətə gəldin? Ümumiyyətlə bizim dinləyicilərimizə biraz özünün haqqını məlumat verirəm. 3 yaşımda yatağın altına girib oxuyardım. Oy, maşallah. 3 yaşımdan 4 yaş, 5 yaş artıq ailə kəşf elədi ki, artıq musiqi məsələni qoymaq vaxtıdır. Cücələrim ansamblına yazıldılar. Sonra orada məsləhət verdilər ki, artıq ilk xanım olmasın, üstün zəka yəni uşaqlardandır. Bunu hökumət profesional məktəbə yerləşdirin. Bilguların orta əsas musiqi məktəbinə gəldim. Sonra Bakı Musiqi Akademiyası, sonra Moskvada təhsillər aldıq. Belə 12 il musiqi təhsilimiz var. Və belə deyim ki, dinləyicilərinizdən də biri ilk mən olmuşam, belə deyəlim. Çünki sizin ilk mahnı hansı musiqi ilə başlamışdınız? Mən ilk o dönəmlərdən Yeni Ulus'tan başlamışım. Həmin dönəmlərdə də mahnım var idi. Sadəcə olaraq mən 5 il fasilə verdim. Ölkədən kənar yaşayırdım. Gəlib dönmüşüm, soyuqdur mənə ilə oldu. Soyuqdur mənə sevildi. Dəyərli dinləyicilərimiz, studiyamızın qonağı, Akşama doğru veçinin qonağı Elnar Xəlilov. Siz onlar xidmətimiz aktivdir. SMS-lərinizdə təbii ki, qonağımıza yönlənə bilərsiniz və bizim suallarımız çox olacaq. Bir saat ərzində Ramazan ayının 2-ci günü yaşayırıq və bütün namaz qılanlar və dua edənləri Allah dualarını, namazlarını qəbul etsin deyirəm, amin inşallah. Və istəyərdim ki, Elnar Xəlilovdan bir gözəl musiqiyə keçmək istəyirəm. Rəsulullah sözləri kimə aiddir? Söz və musiqi özümə aiddir. Aranjman da özümə aiddir. Yəni, həm də aranjmansınız. Bəli. Yəni, 11 illik piano sinifində bitirmişəm həm də. Yəni, potensialı niyə gizlədək? Ay sağ ol. Onda gəlsin Elnar Xəlilovdan Rəsulullah Ramazan ayına aid bir gözəl musiqidir və musiqidən sonra dərhal keçid alacaq növbəti ilk səsləndir. İlk dəfə, təbii ki, ilk dəfə səsləndir. Bəstəfəm Azərbaycanda ekskluziv olaraq Rəsulullah səsləndirilir. Elə inşallah ki, Rəsulullahla da başlayırıq. Dəyərli dinləyicilərimiz, suallarınızı bizim müğənimizə yönəldə bilərsiniz. Təbii ki, suallarımız aktiv olacaq burada. Açıq mikrofonda söhbət isə davam edəcək. Gəlsin Elnar Xəlilovdan Rəsulullah Bəstəfəm Azərbaycanda siz istəyiniz dinləməkə davam edir və burada qalın. Belə əziz dinləyicilərimiz, Rəsulullah səsləndirildi Bəstəfəm Azərbaycanda Ramazan ayının 2-ci günü yaşayır. Bütün Azərbaycan xalqının, müsəlman xalqının bayram mübarək olsun deyirəm. Ən gözəl aylardan biridir 11 ayın sultanı, xoş gəldin. Və bilirsiniz ki, Allah buyurur ki, 11 ayın sultanı gəlib bir ay mənim üçün, qalan aylar sizlər üçün, bir ayda mənim üçün. Odur ki, Allah sizin damarlarınızı sul etsin deyirəm və susuzluqdan Allah'a sığınasınız. Verişimizə davam edək, keçid almaq istəyirəm. Növbəti sualımıza keçid almaq istəyirəm. Növbəti sualımız sizə belədir. Elnar, bilmirəm ki, toylara gedirsən. Elə olubmu ki, hansısa bir toy gəlsi, qiymət sənə razılaşmayır və sən olubmu ki, sən qiyməti imtina etmirsən, görürsən imkanı yoxdur. Pulsuz getdiyim də olur. Pulsuz getdiyim, bəli. Zəng edən insanın şəxsiyyətinə baxır. Şəxsiyyət pulla ölçülməz, şəxsiyyət davranışla ölçülər. Adam var ki, pulu yoxdur, amma o tərzdə danışır ki, inanın ki, 100 min versə belə getməzsən o mərkəsə. Təbii ki. Adam var ki, mədəni şəkildə danışır, deyil evladım. Misal, örnək götürək, evladım sizin fanatınızdır, olmazsa olmazısınız. Yəni, o toya gələ bilərsinizmi? Cəmim, nə bilim, 50 manat pulum var. İnan ki, o 50 manatı da var, yəni, keçmişik, pulsuz getmişik. Olub belə şeylər. Və növbəti sualı keçsənməsəm, xeyri konsertləri keçirtmirsən-mi? Ümumiyyətlə, xeyri konsertləri iştirak edirsən? Tək solo olaraq keçirtməmişəm, amma xeyri tədbirlərində iştirak eləməyə
çalışıram. Demək olar, Azərbaycanda keçirən 90% xeyriyyət tədbirlərində adımın olması mütləqdir. Mən öz şəxsim üçün iştirak edirəm. İştirak edirəm. Çox gözəl. Növbət sualımı sizə belə gəlir. Sevdiyiniz var mı Elmar? O hissə inanmıram. Sevgi deyə bir şey yoxdur. Çünki nə gördüm? Səndə ancaq belə deyək ki, musiqilər çoxu lirikadır və çox da sevgi aiddir. Hamısı da sevgilən şikayətdir, diqqət edirsiniz. Elə onu deyirəm, daha istəmir. Yəni, çünki inanmıram sevgiyə, inanmaq istəmirəm daha doğrusu. İnsanı Allaha görə sevərsənsə, xoşbəxt olarsan. Təbii ki. İnsanı özünə görə sevərsənsə, qısqançlıqdan özünə ziyan vurmuş olarsan və qarşındakı belə bir söz var, səni sevirəm Allah üçün, bir də nəfsim üçün. Bəli. Bir düşünün də, Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellemin çox həyat yoldaşı olub, amma heç bir-birini qısqanmayıb. Bəli. Səbəb nədir? Çünki Peyğəmbərimiz Sultanımızı Allah üçün sevirdilər. Bəli. Allah üçün sevdikləri üçün qısqanırdılar. Necə ki, cənnətdə hurilər var, eyni zamanda da səhvlənmirəmsə, qadınlar üçün qılmanlar deyirlər. Onlar var. Biz orada qısqanmayacaq, o hissimiz olmayacaq. Tam razı. Qısqanmaq şeytana məxsus olan bir şeydir. Bəli. Təbii ki, qısqanmaq qədərində. Çünki dünya insanlıyıq. Qısqanmaq da bilmirəm, bizə dair. Ümumiyyətlə, yəni sizin açıq belə deyək ki, bizdə açıq mikrofondur. Dinləyicilər də, SMS-lərimiz də var, hətta SMS-lərimizi oxuyacaq dəyərli dinləyicilərimiz, biraz səbirli olun və elmən sevənlər bizi dinləyirsiniz. Təşəkkür edirəm hər birinizə. Ümumiyyətlə, sənin üçün sevgi var mı, yoxsa necə? Mənim üçün ilahi sevgi var. Dünyavi sevgidən... Bəs niyə sevgidən çox yazırsan, niyə sevgidən çox oxuyursan? Çünki tamaşaçı onu sevir. Tamaşaçı sevməyi sevir. Təbii ki, bütün əsərlərimin içində az da olsa mən varam. Bir dönəmlər, məsəl üçün, sevdiyim dönəmlər də oldu. Yəni, sevginin var olmağına inandığım dönəmlər oldu. Amma get-gedə yaşlı olduqca düşünürsən ki, yoxdur elə bir şey. Yalnız hörmət var, dəyər var. Sevirəm səni deyib, hörmətsizlik edəcəksənsə, sevmə. Bəli. Ondan sonra hörmət et, sevmə. Qısa, sevdiyi var mı? Yox. Olacaq inşallah. İstəmirəm. Yəni, böyük lotmayıb, böyük konuşma söhbətləri var. Bəli. Sabah başımıza nə gələcəyini bilmirəm, inanın. Çünki səhərsi gün elə bir insan qarşıma çıxa bilər ki, mənə sübut edər ki, həqiqətən də bugünə kimi yanılmısan. Sevgi var. Buğa. Buğa büzü. Buğa büzü ümumiyyətlə qısqanc olurmu? İnanın, inanmıram mən elə şeylərə. Təbii ki, mən də inanmıram elə şeylərə, sözsüz. Yəni, nəzəriyyəsini bilmirəm, buğalar necə olur. Yəni, mən öz xarakterimdən götürürəm. Yəni, qısqansan mı sən? Qədərində deyək, qədərində qısqanam. Məsəl üçün, mənim yanımda dostum belə olsa, qeybinə diqqət eləmirsə, mən ona evinə göndərərəm, inanmıram. Çünki mənim yanımda əgər qısa geyinib, çölə çıxıbsa, qoy mənə desinə geri zəkalı. Əgər bir qadın mənim yanımda geyinirsə və görəsən yanımda, çünki bilmirlər yanındakı kimdir. Yanındakı oğlan görürsən evdən çıxanda fikir vermədim o qadına. Bəli. Geyiminə niyə deməli düzəlsin? O tərəfdə qısqançlığım var. Yanındakı qadın özünə dəyər verməlidir, geyiminə fikir verməlidir. Təbii ki, dostum olsa belə. Sözsüz ki. Necə bir sual verirəm? Çünki mən belə səni simandan istəyirəm ki, sevgi deyilən bir şey səndən uzaqdır. Amma bilmirəm, həyatında nələr yaşanıbdır. Təbii ki, insanın şəxsi problemlər də olur. Amma mən ilk qonağımızsan ki, belə deyim ki, yəni ilk insansan ki, çox müəllimə deyib, bəli, sevdiyim var, mən ölürəm onun dərdinə, mənsiz hərəkət edirəm. Mən təbii ki, suallar gələcək sözsüz ki, amma mən sənə belə düşünürəm ki, səni sevənlər çoxdur, sözsüz ki. Məsələn, mən başqa bir tədbirdə olmuşam, çox müəllimə, görürsən, mən xanımlarda işmişəm, görürsən, Elman Xəlil gələcəkmi, mənim həyatımdır, mənim nəfəsimdir. Bu heç, bu insan, bu falan sevmişdir. Bir də, yəni, qızın haqqına girmək deyə bir şey var da, həyatımda bir sevdiyim olsaydı, bir düşünün onun halı necə olardı. Misal üçün, 100.000 qız ortalama hesablayaq, əgər məni sevirsə, həyatım, ürəyim, nəfəsim yazırsa, bir düşünün ki, aid olduğunuz xanım
hansı şəkildə olar, qısqanlar, stres yaşayar, psixoloji travmalar bəlkə də. Bəlkə də kimsə haqqına girməmək üçün yaxın buraxmamışam. Gözlənilir. Onu deyirəm, yəni sabah başıma nə gələcəyini bilmirəm. Ola bilər, sabahlar qərar verirəm evliliyə, mən subayam, evləndim. Ola bilər, məsəl üçün, bu yaxınlarda oxudum ki, Tarkan sevdiyi insan, evləndiyi insan öz fanatı olub. Bəli. Ola bilər, hansısa bir fanatlardan birini bəyənirəm, evlənərəm. Ola bilər ki, hansısa sıradan bir insana, iş qadını olar, evlənərəm. Yəni, sözümüz cavabıdır ki, biz belə hiss elədim ki, sevgiyə nəsə uzaqsan, insan sevgisən. İndi bu eləcə Allah sevgisi aydın məsələdir. Yəni, dilim yenə də odur, dönə-dönə təkrar edirəm ki, Allaha görə sevmək istəyirəm insanları. Ən gözəl də budur. Təşəkkür edirəm. SMS-ləri keçalmazsam, dəyərli dinləyicilərimiz, Elnar Xəlilовun fikrini öyrəndiniz. Ən çox da dinləyicilərimiz bunu bilmək istədilər və artıq belə deyək ki, bildiniz. 70-60-dan ziyəli Elvin İsmaillı yazıb, rejissor, Elnar qardaş, sənə uğurlar arzu edirəm. 70-61-dən gəlib Elvin İsmaillı rejissor yazıb bizə. Elnar bəy, sizə uğurlar arzu edirəm. Sən səhnəmizin bir nömrəsisən. Sağ olasın. 70-62-dən gəlib bizə Aysel xanım yazıb ki, salam axşamınız xeyir, hər ikinizi salamlayıram. Dostum, mağazı çox süperdir. Salamla eşitmək istərdim. Az sonra eşitərsiniz dəyərli dinləyicimiz Aysel xanım. 70-63-dən gəlib bizə Fuad bəy yazıb. Nə vaxtsa konsert vermək hazırlaşırmı demək istəyilmiş. İnanın ki, 3 dəfə start vermişik, bir əmmal çıxıb ortadan. Demək ki, solo konsert hələ ki alnımıza yazılmayıb, solo konsert qismətimizdə hələ ki yoxdur. 3 dəfə inanın start vermişik, gün də təyin eləmişik. Bir əmmal çıxıb ortadan, hansı ki lazımsız bir əmmaldır. Tamaşaçılar qarşısına çıxıb utana bilərdi. Onun üçün imtina olunur belə bir şeylər. Aynura xanım bizə yazıb, axşamınız xeyirli olsun, Aqil bəy, sizi Göyçaydan dinləyirik biz. Çox gözəl qonaqdır. Mən şəxsən Elnarı çox istəyirəm. Çox istərdim ki, açıq demək istəyirəm burada. Elnar kimi insan həyatımda olsa dünyanın ən xoşbəxt xanım olardım. Qismətdə var, deyək olmaz. Təbii ki. Qismətdə varsa hər şey ola bilər. Təbii Aygün xanım yazıb bizə, istədiyi var, sual işarəsi buyurdur. İndi bunu da dəyəklidir. İstədiyim var, bəli. Sevdiyim yoxdur. İstədiyim anam var, Aqil bəy sizi istəyirəm. Təşəkkür edirəm, qarşılıqlı. İstədiyim insanlar çoxdur. Amma sevgi tam ayrı mövzudur. Həqiqətən bu cümlə edilişi çox maraqlıdır. Bizə Gülnalə Əliqizə yazır. Bizə axşamınız xeyirli olsun, Bəstəvəməli salamlayıram hər kəsi. Çox dəyərli qonaq çağırmışsınız. Həqiqətən Elnar Xəlilовun çox gözəl səsi var. Mən demək istəyirəm ki, Elnar bəy progressiv bir insandır. Deməzdim. Dinləyici ola bilər. Yəni, tamaşaçı onu görürsə, demək ki, elədir. Çünki biz tamaşaçı üçün çalışırıq. Tamaşaçı anlayacağı qədərsən. Yəni, ondan artıq deyilsən. Nə qədər Üzeyir Hacıbəyev də olursan belə, tamaşaçı səni bayağı müğənni kimi tanıyırsa, demək olsan. Yəni, özünü elə təqdim edirsən. Lamiyə xanım yazıb ki, hər birinizi salamlayıram. İlk öncədə radio əhlini salamlayıram və dinləyicilərimizi salamlayıram. Elnar bəyi salamlayıram. Xoş gəlir stüdiyonuz Aqil bəy. Və sualım var Elnar bəyə. Deyəsən, Elnar bəy ibadətlə məşğuldur. Xeyr. İbadətlə məşğul olduğum dönəmlər olub. Çünki sizin danışığınız sanki ibadətiniz yoxdur. Amma mən sanki elə bildim, mən özüm var. Yəni, belə pis çıxsa da deyəcəm, hədisdə var. Bir dönəm gələcək ki, kitab yüklü, hətta kobud deyilir, mən biraz mədəni deyəcəm. Kitab yüklü, uzunqulağa bənzəyəcək insanlar. Yəni, necə ki, uzunqulağın üstündəki kitablar uzunqulağa bir fayda vermir. Dini bilgimiz %90 var. Quranın bir hissəsini də əzbər də bilirəm. Maşallah. Namaz məni tərk elədi sözündən xoşum gəlmir. İmansızlıq edirik, imansızam. Allah hidayət versin deyim. Amin inşallah, amin inşallah. Və keçə olmaq istəyən SMS-lərimizə, dəyərli dinləyicilərimiz, təşəkkür edirəm hər birinizə. Bəhruz bizə Sumqayıtdan yazıb, salam Elnar bəy, necəsən gözəl qardaş, Sumqayıtda konsert niyə vermirsən, bir Sumqayıtları da sevindirəsən. Bir də təşkil eləsələr gəlsək,
İnşallah, inşallah. Və SMS-lərimiz çoxdur. Dəyərli dinləyicilərimiz, SMS-lərinizi səsləndirəcək bir-bir və keç almaqsa növbəti sualı və sualdan sonra sponsorları keç alacaq. Bilmem, bunu məncə bu sual verməyəcəm. Çünki deyəcəm, siz ailə nə deməkdir? Artıq onu izah elədiniz. Onu izah elədiniz. Konsertə hazırlaşırsınız mı? Yox. Səbəb konkretdir. Azərbaycanda ən sevdiyiniz ifaçı kimdir sizə görə? Mən hər kəsi dinləyirəm. Uşaqdan böyüyədir. Bəli. Bunu dəfələrlə də demişəm. Hətta bir ara 4 yaşında balaca uşaq var idi, əfqan uşaq. Yəni əfqanlı uşaq idi. Çekiyə belə bir mahnı çıxartmışdı, bütün dünyanın alt üst elədi. Mən o uşaqdan, məsəl üçün, bir boğaz var idi ki, bir xırdalıq var idi ki, çox bəyənirdim. Belə bir boğaz eləmişdi o uşaq, çox bəyənirdim. Yəni, ola bilər 4 yaşı var, Allah ona elə bir zəkat verir ki, yəni həmin anda ona o ürək gəlib oxuyub. Yəni 50 yaşın olar, o ürəyi oxuya bilməzsən. Onun üçün hər kəsi dinləyirəm. Öyrənə biləcəyim bütün əsərləri dinləyirəm. Ay, filan kəs oxuyur, o ara müğənnisidir, dinləməyim. Yox, bəlkə ara müğənnisi ortada Elnar Xəlilov, sən nə gözəl oxuyursan deyir. Sözləri də dinləmək lazımdır. Bəlkə burada həqiqətən sənə aid olan sözlər də var. Və keç almaq istəyirəm, dəyərli dinləyicilərimiz sponsorlara, sponsorlardan sonra musiqiyə, musiqidən sonra dərhal keç alacaq təbii ki studiyamıza. Bizim baş sponsorlarımız Çillər Xına Evi, dəyərli dinləyicilərimiz, siz də Çillər Xına Evinə yaxınlaşa bilərsiniz. Dekorativ xınalar, dekorativ güllər, dekorativ xonçalar, nə istəsəniz Çillər Xına Evi hər kəsin büdcəsinə görə hərəkət edir. Hətta xarici ölkələrə belə çıxmağa imkanlar da var. Çillər Xına Evi, mobil telefonları 051 836 93 71 055 388 02 76. Təşəkkürlər Çillər Xına Evi və növbəti sponsorumuza keç almaq istəyirəm. Bizim baş sponsorumuz Oğuzhan Şadlıq Sarayıdır. Dəyərli dinləyicilərimiz 200 nəfərdə 400 nəfərdə adam sahibdir orada. Qızıl ziniyyət əşyalar da verilir, cütlüklər və hətta bal ayı da verilir. Adam sanki bizdə bir müğənni vardı. Dedi ki, Adil bəy, mən evliyəm. Bunları eşitəndən sonra 2 səfər etməmək istədim. Sanki meyillərimiz başlayır 27 manatdan 74 manata qədər dəyərli dinləyicilərimiz. Bakı şəhəri 8-ci kilometr, 8-ci mikrorayon Süleyman Axundov küçəsi. Onlarda mobil telefonlar 055 201 0117 055 492 31 82. Təşəkkürlər Oğuzhan Şadlıq Sarayına və Keştalıcı növbəti sponsorlarımıza təbii ki, Cingil'in Elnar Xəlilovdan gələcək sənsizlik hədiyəsi. Sözlər kimi. Sənsizlik hədiyəsi Sona xanım Vəliyeva, dəyər verdiyim filolog, alimdir. Sona xanım Vəliyeva çox dəyər verdiyimiz insandır. Hər müğənniyə, hər bəstəkara nəsib olmur onun mahnısını oxusun, onun sözlərini olan mahnını oxusun və yaxud da onun sözlərini olan mahnıya musiqi bəstələsin. Hər ikisi mənə nəsib oldu. İnşallah tamaşaçılar da dinləyər. Bəli. Gəlsin Elnar Xəlilovdan sənsizlik hədiyəsi və Stefan Hədiyəsində. Siz isə suallarınızı göndərin gəlsin. Bəli, dinləyicilərimiz, verilişimiz davam edir. Saatlarımız 18:32 göstərir və vaxt artıq öz sözünü deyir. Vaxt görürsünüz, dəyərli dinləyicilərimiz. Və SMS-lərə keç almasın. Maraqlı SMS-lərimiz var. Həqiqətən də SMS-ləri mən ümumiyyətlə çox sevirəm. 70-65'dən Pərvinin fanatı. Bilmirəm, kimi yazıb salamlar, Elnar bəy, tezliklə yeni klip çəkiləcək mi? Çəkiləcək inşallah. Dostum, sevdim klipini kimin mənə mənalı klip yazıb, şirkətdə düz ifadəyə zəhmət olmasa və mən bu şirkətdə çalışmalıyam, düzəltməyə dəyərli dinləyəcəyimiz Əlipas Ədən Ə hərfinə, Ö hərfinə istifadə eləməyin. Dostum, sevdim klipini kimin mənalı klip yazıb, bilmirəm, Pərvinin fanatı bunun zəhmətimizi yenidən yazıb zəyinləri. Nərgiz xanım yazıb, bizə salam Agil bəy, necəsiniz? Elnları ürəkdən salamlayıram, onu çox sevirik. Bütün işlərində uğurlar arzu edirik. Orxan yazıb bizə, 70-67-dən bizə yazıbdır. Salam Elnar qardaş, sən Azərbaycan tək və yek kişi mühəndissən. Çox sağ olun. Təşəkkür edirik və Gülnaz xanım bizə yazıbdır. Səlyandan yazıb, axşamınız xeyirli olsun. Səlyan əhli bütün müğənnilərimizi salamlayır. Sevirəm Azərbaycanı, çünki Azərbaycanda olan səs heç bir ölkədə yoxdur və Elnarın isə səsinə
söz ola bilməz. Ülkər xanım bizə yazıb, Günəşlidən yazıb bizə, mən də Günəşliyə burada siz tərəflərdir, mən də Günəşliyə salamlarımı göndərim. Rabi bəy, axşamın xeyir olsun, gözəl insan necəsiz, təşəkkür edirəm, estağfurullah. Nə gözəl müğənni çağırmışsınız, mən Instagramdan sizi takip etmişəm və oradan bugün işlər özünü tez çatdırdım və hətta taksi ilə çatdırıyor ki, megabaytım az olduğu üçün evdən daxil olduğunu dinlədim. Mən Elnar bəyə, Elnar xanıma mən demək istəyirəm ki, mən səni çox sevirəm, qarşılığı nə olacaq? Elnar Ülkər xanım sizi gözləyir. Mən də sizi sevirəm. Sizi sevirəm, burada bir sual çəkdim ki, çox xahiş edərdim, Aqil bəy, nə olur olsun, bax bu dəqiqədə dur, gələ bilərəm studiyaya, Xırdalan mənim əlimdə bir dəqiqalıqdır və mən demək istəyərdim ki, Elnar bəyin nömrəsini istəyərdim, biz onu verə bilməliyik. Təbii ki, prodüserlə əlaqə saxlayarsınız, onun üçün prodüser bakıcı o işə bizi salamlayırıq, gözəl qardaşımızı prodüseri də salamlayırıq, çox gözəl ürəyi var, Allah razı olsun deyirəm hər birinizdən. Bizə Əfsan xan bizə yazıb, Nərmanovdan 70-92-də yazıb ki, Aqil bəy salam olsun bütün Azərbaycana, Elnarı çox sevirik. Həqiqətən adam üstü Allah var, Elnarın səsinə səs ola bilməz, sözü də sözdür hər yerdə. Həqiqətən onun musiqilərini biz işə də gedəndə, hətta mən övladımı bağçaya da belə aparanda, onun inan Allah'a ki, musiqiləri ilə biz nəfəs alırıq. Bir sənətçi üçün nə deməkdir bu? Demək ki, istədiyi hədəfə çatıb, müğənninin hədəfi nədir? Tamaşaçılar onu sevsin, tamaşaçılar səsini bəyənsin, oxuduğu əsərlərə dəyər versinlər. Var olun, nə yaxşı ki varsınız. Təşəkkür edirik. Elnar bəy, bizdən dedilər ki, canlı ifa olsun. Zəhmət olursa, söz sizindir. Buyur. Deyəsən dostum... Bəzi. Oradan o dostumun səsi gəlir, onu dayandıraq zəhmət olmaz. Yenə dostum, həyatımda nə yaxşı ki varsan, anla dostum, mənim dərdimi sən anlarsan, ağla dostum, halıma görüb acıyarsan, bu sevgimi gizləməkdən yoruldum. Təşəkkür oxudum, yenə olsun. Təşəkkür edirik və keç almaq istəyirəm növbəti sualımıza. Sualımız isə Elnar, hansı filmləri sevirsən? Fərq eləmir. Yəni, ən son baxdığım olub Arjarella belə bir filmdir. Reallıqla bayrikin yaxını belə bir şey deyək. Dedektiv filmlərini çox sevirəm. Sherlock Holmes'a demək olar bütün seriyasına baxmışam. Drongo'ya baxmışam. Dəyərli Azərbaycanlı yazıcı Çingiz bəy yazıb onu. Çox sağ olsun, yəni o cür əsər bütün dünyada tanınır. Yəni, dedektiv nə var, hamısına baxmışam demək olar. Yəni, xarici filmlərə ən çox üstünlük verirsən? Xarici Azərbaycan, Azərbaycanda bu son müddətlərdə kino seti həqiqətən inkişaf eləməyə başlayıb. Yavaş-yavaş. İnşallah tam inkişaf edər və biz də sevə-sevə baxaq. İnşallah. Bəs türk seriallarına? Serialı ümumiyyətlə baxmıram. Türk filmlərini, komedi bölümlərini həqiqətən çox sevirəm. O insan həqiqətən dincələ bilir. Təbii ki. Yəni, boş vaxtlarında nə işlə məşğul olsan? Deyək ki, məsələn... Musiqi üzərində işləyirəm, inanın. Bütün gün evdə, yox günü studiya, ev, dostlarla hərdən vaxt edirik, yoxdur, çay içirik. Amma demək olar, mənim boş vaxtım olmur. Sizin bu verilişə, yəni neçə müddət qabaqcadan xəbərim var idi. Bəli, Allah razı olsun, bəli. Əslində 5 il demişdiniz, 5 il studiyadaydım, 6 dediniz, 6 qardaş dedi. Tam 8-i boş oldum, 8-i gəldik. Nə yaşlı da gəlmişik həqiqətən, qonaqpərvərliyiniz. Çox sağ olun, Allah razı olsun, qarşılıqlı gözəl qardaş. Bir dəqiqə vaxt eləyə bilmirəm. Bir dəqiqə vaxtım olan kimi yenə də oturam piyaninanın arxasında, yeni mahnılar üzərində. Yəni, belə deyək ki, ömrünü ancaq musiqi əsirdirsən də. Neçə ki, o bədəni sulu ikən iş görək ki, yaşlaşanda yəni enerjimiz bitmiş olacaq. Təbii ki. Növbət suala keçmək istəyirəm. Bax, deyək ki, evlisən, misal üçün, misal çəkirəm. Sevdiyiniz insan sizə qadağa qoysaydı ki, ya sənətin, ya mən.
O gün deyərdim. Amma səmimi. O gün deyərdim get ananın evinə. Təşəkkür edirəm sənə. Çünki mənə şərt qoyacaq bir qadın tanımıram. Onun bir sürü xoş sözlər də deyəcək. Mən səni çox sevirəm, mən səni qısqanıram, istəyirəm xanımlar içində çox olasan. Mən də onu deyərdim ki, adı başqasının dadı kimindir? O sualını verərdim. Hər kəs sevir, amma mənim sevdiyim qadın kimdir? Sənsən. Bəli. Sənin yanındayam. Təbii ki. İşi bitirəndən sonra ilk düşünəcəyim qadın sənsən. Təbii ki, anamdan sonra. Bəli. Qadın əgər qısqanırsa, yersiz qısqançlıqdırsa bu, o ailə zaten dağılır. Təbii ki. Çünki Mevlana'nın çox gözəl sözü var. Kişi özüldür, fundament, yəni qadın onun dirəkləridir. Bəli. Özü sarsılarsa, dirəklər aşar, altında qalan evladlar olar. Təbii ki. Yəni evladını sevən qadın ailəsini dağıtmaz. Sözsüz ki. Sözsüz ki, mən də əlavə etmək istədim. Muhammed Peyğəmbər sallallahu hədisi var ki, qadınlar kişilərə tabi olmalıdır. Bəli. Yəni tabi olmalıdır. Yəni onları itaət etmək lazımdır. Sözsüz ki, keç almaq istəyirəm növbəti sualımıza. Yəni sizə konkret deyirsən ki, mən sənətimi də almalıyacam. Təbii ki, yəni bu adam mənlə tanış olan vaxtı mən bu sənətdə idimsə, gələndən sonra niyə qadağa qoysun? Bir nəyə bənzəyir, mən bir xanımı sevirəm, barda işləyir, üzr istəyirəm. Gəlirəm və bara getmə qadağası qoyuram. Adama deyirəm, bə adam, sən onu bardan tapmışdın. Ayısı, bəli, bəli. Ya düşünəcəksən ki, ruhuma, ailəsi ailəmə uyğun gələn bir xanımla evlənib. Evləndikdən sonra zaten o insan sən bəyəndiyinsə, keçmişini də bəyənmirsən deməkdir. Bəli. Gəl qadağalar qoy ki, bunu eləmə, onu eləmə. Bəzi səhvləri olarsa, məsləhətlə deyərsən, məsələn, bu mənim prestijinə ziyandır. Sənə demirlər, məsələn, tutaq, adı atıran heç kimi səhv başa düşməsin. Mən Firəngiz deyir. Gör, filankəsin qızı Firəngiz neyniyir? Elə deməyəcəklər, deyəcəklər ki, bu Elnar Xəlidovun yoldaşıdır. Bəli, bəli. Yəni, mənim prestijimə ziyan vuran hərəkətlər eləmə. Bu da mənim həyatım. Və növbəti sualımızı keçmək almaq istəyirəm. SMS-lərimiz çoxdur, bir sual da verəcəm və SMS-lər keçid alacam. Yəni, keçmişini unudan insanlara necə baxırsan? Mümkün olmayan şeydir o. Deyək ki, bir insan sənətə gəlməmişdən qabaq tanınırdı kimdir və sənətə gələndən sonra isə... O unutmur, sadəcə o unutmaq istəyir. Mümkün deyil keçmişini unutmaq. Var o sizliyiniz atmosferdən da yuxarı qalxmaq, o çəkisizlik olur artıq. İnsan bilmir, hara geçsin. Ulduzluq xəstəliyi deyirlər. Məsələn, 2 dəfə efirə çıxır, artıq o atmosfer dışına çıxır. Orada çəkisizlikdir. Adıma deyirlər, sənin orada nə işin var? Təbii ki, orada qalxanda çəkisizlikdən dolayı sən özünü itirərsən, hara getdiyini bəlirləyə bilməyəcəksən, sənin əlində olmayacaq. Hava axını hara aparsa, sən oraya gedəcəksən. Bax, məsələn, mən bu sualı şəxsən özüm verəcəm sizə, bir qardaşlarım deyəcəm. Elnar Xəlidov vaxt var idi ki, müğənni deyildi. Sonra bir vətəndaş 3 yaşımda eləydim mən. 3 yaşında. Aydı sağ ol. Elnar Xəlidov sənətə gələndən sonra nə qədər dəyişildi? Səmimi olaraq. Həyat məni dəyişdi, bəli. Həyat yoxsa sənət? Yox, həyat dəyişdi. Sənət heç kimi dəyişmir. İnsan özünü dəyişir və çevrəsi onu dəyişir. Misal üçün, mən bu günlər avarılarla otursam, sonum bəllidir, gedəcəyim yerim bəllidir ki, sən də avarasan. Mən bu günlər iş adamlarla otursam, sonum bəllidir yenə də, sən də böyük ehtimal iş adamı olarsan. Mən hər zaman savadlı insanlarla, savadlı kadrlarla işləməyi sevdim. Və bu mənim həyatıma uğur gətirdi. Əvvəl, məsəl üçün, tanınmayan dönəmlər deyək də, yəni müğənni olan dönəmi deməyək, tanınmayan dönəmi deyək. Tanınmayan dönəmində mən sinif yoldaşlarımla PlayStation-da gelirdim. Hansı ki 20 qəpik, 30 qəpiklik dəqiq olan bir şeydir. Otururduq, xax-xax-xixi, gülə-gülə. Bu günlər onu eləyə bilmirəm. Nəyə görə? Çünki orada səni sevən də var, sevməyən də var. Təbii ki. Məsəl üçün, 3 dənə dostun yanında deyəm bunu bir nəyə sındırım.
cümləsi ola bilər. Bu tərzdə sənlə danışarlar, sən xətibə deyərlər. Çünki bir prinsip var da həyatda. Əgər yüksək təbəqənin insanla tanış olmaq istəyirsənsə, hökmən məkanı yüksək təbəqə olmalıdır. Yüksək yer olmalıdır. Çünki yüksək təbəqənin insanı heç vaxt gəlib, necə deyək, gəlib hansısa bir özünü tanımayan məkanda oturmaz. Yüksək yerlərdə oturar. Əgər istəyirsənsə, həyatda bir nailiyyətin olsun, odur. Yəni, amma dostlarımla yenə də əlaqəm var, hamısını sevirəm, hamısı mənim dəyərli dostlarımdır. Düşünməsinlər, mənim vaxtım olmayanda elmə ulduzlaşdı. Xeyr, sadəcə o vaxt kasıblıqdır. İnanın ki, mən bu dəqiqə sizin yanınızda qardaşıma zəng vurum, telefonu açmayacaq. Çünki iclasda olur, müəllimdir, iş adamıdır. İnanın ki, doğma qardaşıyam, yəni. Təbii ki, elədir. İnanın ki, belə deyim ki, birdən sonra mən sizə söhbət edəcəm o haqda. Və dəyərli dinləyicimiz, verilişimiz davam edir və keç almaq istəyirəm Elnar Xəlilovdan və Damladan bu haqda məlumat verelim dinləyicəm. Ən son mahnımızdır, dostumuz Sevdimdən sonra düzdür bir duetim oldu Mələk xanımla, Yağ ey yağış, o da sevildi. Duet olaraq Damla ilə ən son duetimizdir, Cavabsız sevgidir. Bunun da sözləri və musikisi mənə aid, necə ki, dostumu sevdim, musikisi və sözləri mənə aiddir. Bu da sevildi. İnanın, 10 gün, 15 gündür artıq yayınlamışıq. Yarım milyona yaxın bir baxış sayı var. Maşallah. Böyük göstəricidir. Kim ailələrini edəcəksin? İnşallah. Gəlsin Elnar Xəlilovdan və Damladan və Sevan Azərbaycanında musiqinin adı nə oldu? Cavabsız sevgi. Cavabsız sevgi maraqlıdır bizim üçün də və SMS-lərdə Elnar Xəlilov və Damlaların ifasından sonra dəyərli dinləyəcəyimiz SMS-ləri keçdi alacaq. Kameranı saxlayın. Maraqlıdır. Turaldan mənlənsin. Bəli, əziz dinləyicilərimiz, verilişimiz davam edir və Sevan Azərbaycanında saatlarımız olun 8:50-ni göstərir. Mən isə keç almaq istəyirəm SMS-lərimizə 70-69-dan bizə dinləyəcəyiz ki, Nərmanov filialı yazıbdır. Təşəkkür edirəm. Biz bütün işçilərdə Elnar bəyi qulaq asırıq, sizi sevirik, sən də fəxr edirik. Sağ olsunlar. Çillər Xanayevin yazıb, bizim baş sponsorumuz Zalim Agil müəllim, sizə sağlamlar, dinləyirik, Elnar bəy də xoş gəlir. Təşəkkür edir. Pərvin Elnar'ın fanatı yazıbdır, Pərvin. Tanışsın Pərvin? Yazıb bizə 70-71'dən. Dostum sevdiğim klipini kimin mənalı klip çəkdirəcək. O klip çox gözəldir. Yenə elə bir klip istəyirik. Elə bayaqları yayınlanan mahnı Cavabsız sevgiyə düşünürük. Damla ilə yeni bir klip çəkək. İnşallah. İnşallah. Və keçmək istəyirəm növbət suallarımıza. Dostlarım var, bilirəm. Xanımlar çoxdur, yoxsa bəylər? Qızla oğlan dostluğuna inanmıram. Çünki mümkün olmayan bir şeydir. Əks cinsdən dost olmaz. Çünki sonu həqiqətən ya sevgi olar, ya xəyanət olar, ya nə bilim, fərqli bir şeylər olar. Kimsə qəlbini qırmaqdansa, yoldaş ol, tanış ol, sirdaş ol, amma dost olma. Dost tam fərqlidir. Çıldaşı düzdür ki. Aynen. Elə onun sual da var, SMS yazıb bizə. Bizə Elnarə xanım yazıb bizə. Salam, axşamınız xeyirli olsun Agil bəy. Sizi salamlayır, çox gözəl vermişdi. Biz bu verişi çox sevirik, təşəkkür edirik. Elnar bəy deyir ki, mən ibadət etmirəm. Amma o sanki ibadətə uyğun hərəkətlər edir. Və niyə namaz qılmır? Onun cavabını dedim, inşallah. Mən uzun müddət... Allah nəsib etsə. Mən uzun müddət... Yəni, demək istəyir ki, xanım fikir bildirir ki, bu insan yəni ancaq veriş başlarından dinin üzərində gedir bunun sözləri. Yox. Yəni, demək istəyir ki, bəyəkdən dindən də çox tanışır. Demək istəyir ki, xanım fikrini çatdırmaq istəyir ki, Agil bəy, sanki bu insan namaz qılan insana bənzəyir. Sözlərindən. Həyat tərzi... Yəni, uşaqlığın 17 il namaz qılmışam, bir düşünün. Mən 29 yaşım var. 29 yaşım var, 29'un 17 ilini namaz qılmışam, inanın. Maşallah. Ta uşaqlıqdan başlamışam. Sonra son bu 2 ildə namazı, necə deyim,
tərk eləmişəm deyib, yoxsa qılmıram deyib. Nə desən müazirətdir. İnanın, nə desən bəhanədir. Bəli. Təşəkkür edirəm. Verişimizi vaxtınızda keçdiyiniz və suallara. Bunu heç bunu dedik, atladı. Yenidən dünyaya gəlsəydin, nə olardı? Müğənni olmazdı. Niyə səbəb? Müğənninin çox gözəl dinləyicisi olardı. Müğənni olmazdım. Baxın harada yenidən doğulardı. Baxın harada yenidən doğulardı. Azərbaycanda yenidən doğulsaydı müğənni olmazdı. Amma çünki həqiqətən musiqinin pik nöqtəsini yaşadarsan, yaşatmadın deyərlər. Məhz niyə Azərbaycanda? Çünki Azərbaycan tamaşaçıları, belə deyək, böyük Üzeyir Hacıbəyev 21-ci əsrdə deyil, böyük kütlənin sevdiyi musiqi qeyri-ciddi musiqidir. Həmişə qeyri-ciddi musiqidən qaçdım. 12 illik təhsil boyluq qırağa içimdən gələn musiqiləri bəstələdim. İnanın ki, bu içimdən gələn musiqiləri bəstələyənə qədər mən nə istirablar çəkdim. İşə peşəkar istəyirdim, baxın. İşə peşəkar yanaşım istəyirdim, baxın. Nə qədər peşəkar işlər gördüm, dinlənilmədi, inanın. Sonunda dedim ki, tamaşaçı nə istəyir, onu oxuyacaq. Onu oxudub sevildi, inanın sevildi. Və o şəkildə də davam eləmək. Mən istəyərəm bu dəqiqən klassik oxuyum. Mən yorulmadım, İmruzə xanımın bir əsərini oxudum, yorulmadım. Mənim ruhum odur, inanın ruhum odur. Klassikanı sevirəm, mən operanı sevirəm, mən Pavarotti'nin qulaq asmaq dinləyici istəyirəm. Amma təəssüflər olsun ki, 30 ilə bizi nə dəyişdi? 35 il götürək. Əvvəl bizim tamaşaçı Müslüm Maqomayevin konsertinə gedərdi, Rəşid Öhdülovun konsertinə gedərdi. İndi bizim tamaşaçı adını çəkməyəcək, bayağı müğənnilərin konsertini tələb eləməyə başlayırlar. Buna görə deyirəm, yoxsa mən vətənpərvər insanım, mən sevilirəm, yəni bir də dünyaya gəlsəm Azərbaycanda doğulmaq istəyərdim, amma müğənni olmayaraq, başqa ixtisasdan gəlir. Aydındır. Növbəti son sualımıza keçsən, ən böyük arzunuz nədir? Bax, onu nöqtəni qoyuyorum. Ən böyük arzum dünyaca tanınmış insan olmaq istəyirəm. Bayrağımızı düzdür dəfələrlə qaldırmışam, amma bayrağımızın məni görəndə yada düşməsini istəyirəm. Elmar Xəlov deyəndə, üç rəngli bayraq olan ölkədən gəlir bu. Bu olsun. Məsələn, burada Selin Dion da ola bilər, məsələn, Selin Dion'la eyni səhnəni bölüşürsən, o sənə görəndə desin Azərbaycan. Yəni, ölkəmi təmsil etmək istəyirəm. İnşallah. İnşallah. Bəli, keçək son musiqidən sonra sonuncu sözüm olacaq Elmara, gəlsin Esma Kalim. Esma Kalami. Esma Kalim. Ərəb mahnısıdır. Ən son yazdırdığımız mahnıdır. Gəlsin dəyərli dinləyicilərimiz, SMS-lərə stop deyirəm dəyərli dinləyicilərimiz, vaxtımıza az qalıbdır və musiqidən sonra keçid alacaq növbəti son söhbətlərimizə gəlsin Esma Kalami. Bəli, əziz dinləyicilərimiz, mən musiqini sevib bazarını oxşatıyorum. Oxşatdınız deyəndə bu ərəb mahnısı Esma Kalami Cənnət oxuyub. Bunu oxuyubdu 2009-cu ildə. 2009-cu ildə oxuyub, hətta YouTube-da da var 2009 paylaşımları, 2011 paylaşımları var. Amma dəyər verirəm bu qızlara, gözəl oxuyublar, gözəl söz yazıblar o mahnıya. De hardasan mahnısı. Amma qızlar onu oxuyub 2014-cü ildə. Necə ola bilər ki, bu mahnı onlarda yoxlayıcı ola da, yəni tam məntiqə uyğundur. Sevil sadəcə olaraq o mahnıyı götürüb, Azərbaycan dilində söz yazıb, oxuyub. Necə ki, mən soyuqdur mənəni, Georgis Mazanakis'dən icazə aldım, Sobato mahnısı, soyuqdur mənə mahnısını sözlər yazdım, oxudum. Eyni şəkildədir. Yəni icazə alırsınız da, belə deyim. Mən icazə alırsam. İcazə alırsan, olacaq ki. İcazə alırsan, məsələn, YouTube portalından sənin video silinər. Aydın, çatdırlar. Müəllif yox. Aydın. Təşəkkür edirəm gəldiyiniz üçün. Bizim radiomuza sözünüz və dinləyicilərimizə.
Həqiqətən qat-qat özləri populyar sayar radiolardan çox qonaqpərvərliyi burada gördüm. Təşəkkür edirəm, Allah razı olsun. Hər zaman səsiniz irəlilərdən gəlsin. Çox sağ olun. Hər zaman öndə olasınız. Best FM deyəndə bir nömrə yada düşsün. Həqiqətən. Çünki buna layiq insanlarsınız. Çox sağ olun. İşçi heyəti, ümumiyyətlə, struktura, sistem, hamısı çox gözəldir. Çox sağ olun, təşəkkür edirəm. Mən sənə təşəkkür bildirirəm öz adımdan, işçilərim adından ki, bizim dəvətimizi yerə salmadı. Və ən böyük təşəkkürü də bildirirəm sizin prodüseriniz, adını aldılar. Kamilə təşəkkür edirəm. Həqiqətən Kamil böyük bir var. Biz sizinlə tanış olmuşuq, Yeganə Şadlıq sarayında tanış olmuşduq orada. Tabii ki bu reklam oldu, biz bunu özümüz arada qatlarız istiyorsunuz ki, çok sağ ol Dermin'le geldiği için Allah seni var eylesin deyirəm. Tabii ki sadəlik, gözəllikdir, biz belə düşünürük. Bəzi müəllimlər var, deyir, vaxtım yoxdur, mən onları da başa düşürəm. Yox, məni yüksəldən tamaşaçıdır. Bəli, tamaşaçı. Siz insanlarsınız. Tam məntiqsiz bir şey olar. Təsəvvür edin, mən sizi kimisi maddiyyat tərəfdən, kimisi də mənəvi tərəfdən. Mən sizi maddi tərəfdən də, mənəvi tərəfdən də dəstəkləyirəm. Sizi radiomuz qalxır, bir nömrə olur və ondan sonra siz üzvü çevirsiniz, siz kimsiniz, tanımıram. Necə olar? Mən xətrimə dəyər. Eyni zamanda da tamaşaçı məni qaldırır, məni yüksəldir, göylərə qaldırır və mən tamaşaçı edərəm, siz kimsiniz? Bir olar sizə şəkil çəkilib, deyəcək olmaz. Necə olar bu? Vaxtdan varsa, yəni, zəmin tökülməz hər halda. Təbii Sən ki, də insansın. təbii ki. Mən həmişə demişəm ki, insan nə qədər ucaldıqca, bəzi insanlar ucaldıqca insanları tanımır, auditoriyanı itirir. Mən isə demək istəyirəm ki, dəyərli dinləyicilərimiz, bugün bizim qonağımız BSFM Radiosunda təşəkkür edirəm hər birinizə, əllərinizə sağlıq, minnətdarlıq bildirirəm ki, BSFM Radiosunu dinlədiniz və Elvanı sevənlərə də təşəkkür edirəm və bizi də dinlədiniz, çox sağ olun deyirəm. Elvan, bir daha sənə təşəkkür etmək istəyirəm, öz adımızdan və radiomuz adından gəldiyi üçün minnətdarım və sənə buradan demək istəyirəm ki, dəyərli dinləyicilərimiz Elvanla şəkil çəkdirmək istəyirsə, problem yoxdur, yaxınlaşa qalacaq inşallah. Mən çox sevinirəm ki, həqiqətən mən həmişə Allahdan istəmişəm ki, Allah məni zirvəyə qaldırsa, mən qarşımdakı insanlara özüm kimi baxacam. Çünki istəyir general olsun, istəyir nə olsun, biz Allah tərəzisində quluq, bir insan. Mən də sizə sənətinizə uğurlar arzu edirəm. Təşəkkür ederim. Çox sağ olun gəldiyi üçün. Son sözünüz varsa, bitirək, yoxsa da... Son sözüm sizə odur ki, best olun. Yəni, ən yaxşı olun. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli dinləyicilərimiz, verilişimiz sona çatdı. Sabah inşallah BSFM Radiosunda YouTube kanalımızdan, bizim kanalımızda daxil olursunuz, BSFM.az daxil olursunuz və bizim bugünkü verilişimizi canlı olaraq dinlədiniz və görüntümüzdə təbii ki, YouTube kanalında dinləyə bilərsiniz və görə bilərsiniz. Gecəniz xeyir olsun.